aldım. 3, 4. Aylin, keçən dəfə sual vermişdim sənə. 3, 4, məsələn 6. 3'ü 3'e bölürəm, 1 düşür. 4'ü 2'ye bölürəm, 2 düşür, 2 2'də 1 dəfə olur. 6'nı 2'ye bölürəm, 3 düşür, 3 3'də 1 dəfə olur. 3 nəyə bərabərdir? 3'ə. 4 nəyə bərabərdir? 2'dən 2 dənə. 6 nəyə bərabərdir? 2 vurulsun 3'ə. Uşaqlar, indi əkobən kiçiksə tərsinə nələri götürəcəm? Ən böyükləri. Ədədlərin nədən ibarətdir? 2 və 3'dən. 2'lərdən böyük hansıdır? 2 üstü 1 mi böyükdür? Yoxsa 2 üstündə 2 mi? Əgər 2'nin üstündə heç nə yazılmayıbsa, deməli üstündə 1 var. 2 üstü 1 mi böyükdür? 2 üstü 2 mi? Əlbəttə ki, 2 üstü 2 böyükdür. Burada da 3 üstü 1'lərdir. Vururam 3 üstü 1'ə. Neçə elədi? 12 elədi. 3 dənələr belə hesablanır. Məsələn, əkob 18, 24, 32 bərabərdir. 18'i, 24'ü, bir də 32'nin sadə vuruqlara ayırıram. 18 2'ye 9, 18'i böləcək 3, 2'ye 3, 3, 9, 1. 9'u 3'ə, 3'ə 1. 2, 16, 2, 8, 2, 4, 2, 2, 1. İndi uşaqlar 18 nəyə bərabərdir? 2 vurulsun 3'dən neçə dənədir? 2 dənədir. Say hər zaman harda yazılır? Üzərində yazılır. 24 nəyə bərabərdir? 2'nin kubu vur nəyə? 3'ə. 32 nəyə bərabərdir uşaqlar? 2'dən neçə dənədir? 1, 2, 3, 4, 5. 2 üstündə neçədir? 5'dir. 5. İndi uşaqlar, 2'lərdə ən böyük hansıdır? 2 üstü 5'dir. 3'lərdən böyük hansıdır? 3 üstü 2 mi, 3 üstü 1 mi? Üstündə heç nə yoxsa 1 var. 3 üstü 1. 2 üstü 5'im nə deməkdir? 2 üstündə 5 nə deməkdir? Yəni 5 dənə sayı 5 dənədir 2'lərin. 5 dənə 2'ni bir-birinə vur. 4, 8, 16, 32. 32'ni də 3'ə vuranda neçə eləyir? 96 eləyir. İndi bura baxın. Əkob 18, 20, 22 bərabərdir. 18'i, 20'ni, 22'ni uşaqlar. Mən 18'i, 20'ni, 22'ni böləcəm. 18'i böləcək 2 eləyəcək 9. Mən 9'u böləcək 3 eləyəcək 3. 3'ü böləcək 3 eləyəcək 1. Mən 20'i böləcək 10, 10'u böləcək 2 eləyəcək 5, 5 ilə 5'ə 1, 22 2'yə 11, 11'in 11'ə 1. Aha. İndi 18 nəyə bərabərdir? 2 vurulsun 3'dən 2 dənədir. Mən Say 2 üstündə vurulsun yazılır. 3'də 2'yə. 20 bərabərdir. 20 2'nin bərabərdir. üstündəki vurulsun 2 5. üstü 2 vur 5. 22 22 bərabərdir. 2 bərabərdir. vurulsun 2 11'ə. vur 11. 2'lərdən böyük hansıdır? 2'nin kvadratıdır. 5'lərdən böyük hansıdır? 5'in özüdür. 5'in 11'lərdə böyük hansıdır? 11'in özüdür. 3'lərdən böyük hansıdır? 3'ün kvadratıdır. Bərabərdir. 2'nin kvadratı 4, 4 vuraq 5, 20. Vurulsun 99. 20'ni də vuracaq 39. 3'ün kvadratı nə eləyir? 3'ün kvadratı nə deməkdir? Yəni 2 dənə 3'ü bir-birinə vur deməkdir kvadrat. Yəni 2 dənə 3'ün var. Sayı neçə dənədir 3'ün? 2 dənədir. Vurma var. 2 vuraq 9, 18 bir yada. 18, 1980. 20'ni də 99'a vuranda 1980 elədi. Sonra əkob 26, 28, 34. İndi bunu hesablayın. 26, 28, 34. Sadə vuruqlara ayıralım. Müəllim bundan mən 26'nı böləcək 2'yə 18 13 mən 13'ü 13'ə böləcək. Mən 28'i böləcək 2'yə eləyəcək 14. 14'ü böləcək 2'yə eləyəcək 7. 7'yi də böləcək 7'yə eləyəcək 1. Mən 34'ü böləcək 2'yə eləyəcək 17. 17'yi də 17 eləyəcək 1. 26 nəyə bərabərdir uşaqlar? 2 vurulsun neçəyə? 13'ə.
28 nəyə bərabərdir? 2-nin kvadratı vur nəyə? Mən 2-nin kvadratı vur 7. Mən 34 isə 2 vur 34-də 17. 2 vur 17-yə bərabərdir. İndi 2-lərdən böyük hansıdır? Bunun üstündə heç nə yoxsa 1 var. 1 var. 2 üstü 1 mi, 2 üstü 2 mi böyükdür? Hansı böyükdür? 2 üstündə 2 çoxdur. 13-lərdən böyük 13 üstü 1-dir. 7, bir də 17. Bunları da bir-birinə vururuq. 2-nin kvadratı nə deməkdir? Yəni 2 dənə 2-ni bir-birinə vur deməkdir. Eləyir 4. 2 üstü 3 nə deməkdir? Yəni sayı 3 dənədir 2-lərin. Bir-birinə vurcuna neçə eləyir? 8 eləyir. 2 üstü 4 nə deməkdir? Yəni 4 dənə 2-ni bir-birinə vur deməkdir. Sayı 4 dənədir 2-lərin. Başa düşdünüzmü uşaqlar? Hə? Mən bəli. Aha, indi bir-bir soruşaq. Yəni qoy kaydı dayandırım.